Elmer. Kardeşim sen çok seviyorum. Kardeş ben dedim nasıl? Ay o mənim ürəyimdir, mənim hər şeyimdir mənim qardaşım. Canım qurban Elmer sənə. 2000-ci il yanvarın 1-i Masallı'nın Qarğalıq kəndində dünyaya göz açan Rafael Hüseynov Rafael Vətən müharibəsi başlayan gündən Murov yüksəkliyi Kəlbəcər istiqamətində ən şiddətli döyüşlərdə qrupları ilə işğalçı düşmənə qarşı rəşadətlə vuruşur. Şaya kimi qəhrəmanlıqla vuruşan Rafael burada düşmən müdafiəsini qıraraq alınmaz qalamızı fəth edən igidlərimizdən biri oldu. Bu zaman o 20 şəhid silahdaşını döyüş meydanından çıxarmaq üçün erməni traktorundan istifadə edir. Noyabrın 5-də Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə son nəfəsinədək vuruşan Rafael 20 yaşında ən böyük məqama şəhidlik zirvəsinə ucalır. Yoldaşlar. Allah! Oraya bölgende ne olacak sen?